Və vallahi əzizlərim, elə bilməyin ki, insanlar dini bildilər, din onlara çatdı. Bəziləri deyirlər ki, insanlara hüccət çatdı, xalqımız haqqı bilir, filan kitablar tərcümə olundu, artıq onları təşvir eləyir. Vallahi ki, o miskin insan bilmir ki, bugün minlərlə insan Azərbaycanda falçı yanına gedir. Nə qədər insanlar qəbristanlığa gedir, nə qədər insanlar ağaclara əski bağlayır, nə qədər insanlar övliyalardan kömək istəyir, nə qədər insanlar əqidəni bilmirlər. Harada onlara haqq çatdı? Sən mi öyrətdin? Allahın Rəsulü sallallahu aleyhi və səlləm aləmlərə rəhmət olaraq göndərilmişdi. İnsanların hidayətinə hamıdan çox həris o idi. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm haqqında uca Allah buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik. Sən öz qövmünə rəhmət ola bilirsənmi, ey hazırlıqsız dəvət eləyən? Ey Allahın dinini öyrənmədən Allahın dininə dəvət eləyən? Sən insanlara rəhimlisənmi? Yoxsa insanlara kafir damğası vurub onları cəhənnəmə mi göndərmək istəyirsən? Özünə sual ver, görək sən hansılardansan? Vallahi ki, ey İslam dəvətçiləri, bugün həqiqi İslam dəvətçilərinə böyük ehtiyac var. Ölkəmizdə şəhvət və şübhə fitnəsindən nə qədər insanlar dinindən uzaqlaşır, nə qədər öz ağlını Allahın dinindən önə çəkənlər, xaricdən gələn fəlsəfi fikirlərdən təsirlənənlər, qərbdən, Avropadan gələn fəlsəfi fikirlərdən təsirlənənlər, Qur'anı və sünnəni bir kənara atıb öz ağlı ilə gedənlər gecə-gündüz insanları Allahın dinindən uzaqlaşdırmaqla məşğuldurlar. Minlərlə insanların bugün sizin kimi dəvətçilərə ehtiyacı var, əziz İslam dəvətçiləri. Bugün Allahın dinini insanlara çatdırmağa, insanların içinə qarışmağa ehtiyac var. Necə ki, Allahın Rəsulü sallallahu aleyhi və səlləm insanların içinə qarışardı. O insanlara qarşı çox rəhimli və mərhəmətli idi, əziz müsəlmanlar. Bəzi dəvətçilər var ki, elmi öyrənir, lakin vətənə qayıdandan sonra dəvət eləmir. Bəzi insanlar var, bəzi dəvətçilər var ki, elmi öyrənir, lakin qaydanda onu insanların arasında görmürsən. Bəzi dəvətçilər var ki, elmi öyrənir, lakin qaydandan sonra onları məscidlərdə görmürsən. Və insanlar şikayətlənirlər ki, biz dəvətçilərimizi öz aramızda görmürük. Biz dəvətçilərimizi birinci səhvlərdə görmürük. Biz dəvətçilərimizi məscidlərdə görmürük deyəndə artıq bizim qəlbimiz yanmalıdır. Bəzi dəvətçilər var ki, Allahın dinini öyrənir, lakin onun zəkatını çıxarmaqda, necə ki, malın zəkatını çıxarmaq var, eləcə də elmin zəkatını çıxarmaq var. Və görürsən ki, öyrəndiyi elmin zəkatını çıxarmaqda qüsura yol verir. Təəssüflər olsun ki, hətta eşidirik ki, bəzi dəvətçilər bəzi hədisləri qarışdırır və vətənə qayıdandan sonra insanların arasında olmağı gərəkərkən dağlara çıxır. Eşidirsən ki, adam dağa çıxıb. Niyə? Deyir ki, mən dinimi qorumaq üçün dağlara çıxmışam. Qardaş, Mehdi aleyhissalam mı gəlib? İsa aleyhissalam mı səmadan aşağı enib? Hara gedirsən? İnsanları niyə dəvət eləmirsən? Niyə dağlara çıxırsan? Məgər sən bu şərəfli elmi öyrənəndən sonra insanların arasında olmalı deyildinmi? Qoy dağlara elmi olmayan insanlar çıxsın. Qoy elmi olmayıb fitnədən qorxanlar çıxsın. Sən Allahın dinini öyrənib insanların içində olmalısan. Bax, gecə-gündüz ateistlər, deistlər, yahudilər, xristiyanlar, bütpərəstlər hər tərəfdən müsəlmanları şübhəyə salmaqla məşğuldurlar. Vallahi ki, vəziyyət elə çatıb ki, müxtəlif sosial şəbəkələrdə yolunu azmış insanlar şübhələri yayır və onların cavablarını verəcək insanların sayı həddindən artıq azdır. Və əgər biz bugün oxuduğumuz mərkəzlərdə sayımız 100-dən çox olmadığı halda, dəvət meydanında Allaha dəvət edənlərin sayı barmaq sayı qədər olduğu halda və ən mühüm olanı isə vətəndə sizi milyonlarla insan gözlədiyi halda biz dəvəti dayandırmalı deyilik. Biz insanların içində olmalıyıq. Biz insanlara acımalıyıq. Onlar sizləri gözləyirlər və siz buna layiqsiniz. Siz həqiqi şəri elmi öyrənənlər, həqiqi dini öyrənənlər, Quran və sünnəni öyrənənlər Allaha dəvət eləməyə daha haqlısınız. Siz buna daha layiqsiniz. Heç kim özünü qırağa çəkməsin. Heç kim fitnədən qorxmasın. Fitnədən qorxan ibadətə çəkilsin, problem yoxdur. Lakin bacardığı qədər Allaha dəvət eləsin. Heç kimə deyilmir ki, siz kürsülərə çıxın, hündür yerlərdən çıxın, qışqırın, bağırın. Heç kim demir bunu.
Heç kim demir ki, hər gün videonun qarşısına çıx, özünü çək, paylaş. Heç kim demir ki, sən belə elə, lakin bacardığın qədər Allaha dəvət elə. Gücün nəyə çatır, Allaha dəvət elə. Vallahi ki, əziz qardaşlarım, bizim məsuliyyətimiz olduqca böyükdür. İnsanlar bizdən çox şey gözləyir. İnsanlar bizdən faydalı elmin zəkatını gözləyir, əziz qardaşlarım. Biz insanlara qarışmalıyıq. Bu, həmçinin də sünnədə olan tövsiyələrdəndir. Bu, Allah Rasulü sallallahu aleyhi və səlləmin tövsiyələrindəndir. Allah Rasulü sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur: "Əl-mu'minəl-ləzi yuxalitun nas və yasbiru alə ədahum afdalu minəl-mu'minəl-ləzi la yuxalituhum və la yasbiru alə ədahum." Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, o mömin ki, insanlara qarışır və onların əziyyətlərinə səbr eləyir, o insanlara qarışmayan və onların əziyyətlərinə səbr etməyən mömindən daha xeyirlidir. Və görürsünüzmü, bu Allah Rasulü sallallahu aleyhi və səlləmin tövsiyəsidir. İnsanlara qarışmaq, insanların əziyyətinə səbr etmək, onları Allah yoluna dəvət eləmək. Vallahi ki, əziz qardaşlarım, bugün dəvət meydanında sizin kimi elmli insanlara ehtiyac var. Vallahi əziz qardaşlarım, bugün elə dinsizlər var ki, onların himməsi, onların batilə dəvət eləməkdə olan həvəsi bəzi xeyir əhlindən daha çoxdur. Vallahi ki, bəzilərindən eşidirik ki, azdırdığı insanların sayınla öyünür. Biri deyir, mən 50 nəfəri dindən çıxarmışam. Biri deyir, mən 100 nəfəri dindən çıxarmışam. Vallahi ki, gözlərimlə oxuduğum mesajlardır bunlar. Onlar bununla öyünürlər. Elə isə biz baxaq, nə qədər insanı dəvət elədik, nə qədər insanı Allahın yoluna çağırdıq. Vallahi, əziz qardaşlarım, biz xeyir üzərində olacaq, necə sələflərin dediyi kimi, bir-birimizi sevdiyimiz müddətcə xeyir üzərində olacaq. Bir-birimizə həsəd etmədiyimiz müddətcə xeyir üzərində olacaq. Bir-birimizə dəstək verdiyimiz müddətcə xeyir üzərində olacaq. Sonda söhbətimi İbnül Mübarək rahiməhullahın bu sözü ilə yekunlaşdırmaq istəyirəm. İbnül Mübarək rahiməhullah deyirdi ki, Peyğəmbərlik dərəcəsindən sonra ən üstün dərəcə Allaha dəvət eləmək dərəcəsidir. Və uca Allahdan istəyirəm ki, hər birimizi bu dərəcəyə nail olanlardan etsin. Uca Allahdan istəyirəm ki, bizim günahlarımızı bağışlasın, bizi xeyirli dəvətçilərdən etsin, bizi cənnət dəvətçilərindən etsin, bizi Quran və sünnə dəvətçilərindən etsin. Allah razı olsun dinlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Hədə və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin.